beyefendi. Size bir dolgu istəmirəm. Yox, istəməmək söhbəti deyil. O sizin ki gicgahlarınız var, boş gicgahlarınız. O gicgahı dolgudan başqa heç nə kömək edə bilməz. Pulunuzu havaydan nəyəsə xərcləməyin. O düşündüyünüz mezo, o düşündüyünüz plazma heç vaxt onları doldura bilməz. Və zaman da keçdikcə, istəmirəm deyə o daha da sizdə sallanacaq, daha da yaşınız çox görsənəcək və axırda da əməliyyatlı olacaqsınız, sonra da deyəcəksiniz əməliyyat da istəmir. Yəni heç dolğunun adından qorxa bilərsiniz, onda olan söz-söhbətlərdən. Yəni ki, mən hər zaman deyirəm ki, okey də, 10-12 ildir üzümdə dolğu var, nə olur ki mənim üzümdə? Mən şəxsən öz üzümdən çox razıyam, çox da sizin kimi pasientlər gələndə deyir ki, sizi gördük, gəldik, sizi izlədik, gəldik. Ona görə ilk növbədən bilməyin, çünki nə lazımdır mən deyirəm də, düzdür, mən burada heç kimi məcburi iynələmirəm də, amma mən deyirəm, mən sizə düzgün yol göstərirəm. Gicgahlarınız dolmalıdır, yanağınızda batıq var, onlar həll olunmalıdır, ağız ətrafınız dəhşət qırışdır. Ən əsası 3 mərhələdir, bir də full botoks, qaş arası, alın, göz ətrafı. Bunu eləməlisiniz həzr. İndi siz ürəyinizdəkini deyin, icazə izin verirəm sizə.